ABŞ-nin Arizona ştatında 2021-ci ildə güllələnərək öldürülən Christopher Pelkey adlı şəxs məhkəmədə süni intellekt vasitəsilə canlandırılıb. Onun qatili Gabriel Orcasitasa müraciəti hər kəsi şoka salıb. Xəbərdar TV New York Post-a istinadən xəbər verir ki, Pelkeyin ailəsi tərəfindən hazırlanan AI videosu ilə mərhumun ifadəsi məhkəmə zalında səsləndirilib. Başqa həyatda yəqin ki, dost ola bilərdik. Mən səni bağışlayıram. Bu çıxışdan təsirlənən hakim qatilə 10 il yarım həbs cəzası verib. Qeyd edək ki, bu hadisə ABŞ-də süni intellektin ilk dəfə qurbanın ifadəsi üçün istifadə edildiyi məhkəmə prosesi kimi tarixə düşüb. Orcasitas, the man who shot me. It is a shame we encountered each other that day in those circumstances. In another life, we probably could have been friends. I believe in forgiveness and in God who forgives. I always have, and I still do.